Çox müştərilərin istədiyi ərazi. Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyicilərimiz. Bu gün sizi Abşeron rayonunun Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksinin arxasında 2 ədəd evimiz qaldı. 5 otaqdan ibarətdir, qoşa daşdan inşa olunub, fundament kəmər, hər birisi qaydasında. 1 və 2-ci mərtəbənin araları monolit betondan istifadə olunub, yerdən kifayət qədər kürsülüdür. Evin yanına, arxasına keçmək olur. Baxın, yanına, arxasına keçmək olur. Bu hissədə trap hissəsinə kimi hər birisi yığılıb, kombi içində hissədə yer saxlanılıb. Siz zəmsinə artıq əşyalarınızı rahat şəkildə yerləşdirə bilərsiniz. Həyətyanı sahəsinə 2 maşın daxil ola bilir. Ümumilikdə 2 sot torpaq sahəsində 5 otaq. Üzr istəyirəm. 5 otaq, özdə necə 5 otaqdır, hörmətli izləyicilərimiz? Geniş kvadrata malik 5 otaqdır. Baxın, evimizə daxil olarkən belə bir dəhliz bizi qarşılayır, otaqlara bölgü dəhliz vasitəsindəndir. Pilləkənin tamamlanması qalıb, qısa müddət ərzində oda alısına tam hazır şəkildə təhvil verilə biləcək. Ümumilikdə mərtəbə istipoldan təchiz olunub, dəhliz, mətbəx, qranit betlər, digər hissələr isə laminatdan istifadə olunub. Bu hissədə yerləşir, işıqlı, geniş mətbəxdir, vitraj pəncərə, həyətyan sahəsinə baxır. Mətbəxin ölçüləri genişdir, rahat şəkildə əşyalarınızı yerləşdirə bilərsiniz. Beton pilləkəndir, gördüyünüz kimi taxta pilləkəndir, üzü meşə materiallarından işlənir. Bura 1-ci mərtəbədə olan yataq otağı, yəni o evlərin 3-ün içə deyil, 4-ün içədir. Geniş yataq otağıdır. Burada sanitar qovşaq, səliqəli, işıqlı bir evdir. Və dediyim kimi, bu evin kvadratı digər evlərdən, o yəni təklif olunan 145 minə təklif olunan evlərin kvadratından çox böyükdür. Adicə qonaq otağın kvadratına baxın, 9 metrənin 3 metr 80 santi enində, 9 metr uzunluğunda 3,80 enində. Bura qonaq otağıdır, yəni heç bir evdə olmayan qonaq otağı. Qiymətlə münasib, həmən evlərdən eyni qiymətə təklif olunur, amma kvadrat böyük, yerləşmə yeri möhtəşəm, bugün prestij ərazilərdən biridir. 148 min manata təklif olunur, real müştərilərdən qiymətlər razılaşmaq olacaq. Onda xatırladım ki, evin də, torpağın da qüdsası var ki, dövlət ipotekası kime ayrılıbsa, dövlət ipotekasından sahib ola bilər. Mərtəbə orası monolit betondur, 1-ci mərtəbənin döşəməsi ümumilikdə monolit betondur. Burada da bölgü dəhliz vasitəsilə aparılıb, gördüyünüz kimi. Burada yerləşir yataq otağından birincisi. Bu hissədə digər yataq otağı yerləşir. 2-ci mərtəbədə elektrik vahasından istifadə etmədim, nə qədər işıqlı olduğunu özünüz şahidsiz. Sanitar qovşaq, dəhliz vasitəsilə eyvana çıxış. Birbaşa kompleksin yaxınlığında, baxın dəyərli izləyicilər, kompleksin yaxınlığında və digər sonuncu yataq otağı 8 metr uzunluğunda, 4 metr enində. Hansı evdə bu genişlikdə yataq otağı var? Hətta bunu bölüb 2 otağı da bu hissədən çıxardıb 6 otaq edə bilərsiniz. 051 635 17 97 nömrəmizdə əlaqə saxlayıb, gəlib bu evimizdən yaxından tanış ola bilərsiniz. 2 ədəd qalıb, bir neçə evi də hamısı satılıb. 148 min statut qiymətli, Qubcalıdır. 2 sot torpaq sahəsində 5 otaq. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub, bəyənməyi unutmayın.